Dostlar, hər vaxtınız xeyir olsun, gününüz xeyirli uğurlu olsun. Dostlar, demək nə istədim video çəkim sizin üçün? Görürsünüz, demək məndə akkumulyator 20 kuzada, yəni akkumulyator görürsünüz aşağıdır. Bu vəziyyətdə, məsələn, maşın görürsünüz indi hibriddədir. Mən bu vəziyyətdə maşını xoddasam, sürsəm, belə deyək də, maşın başlayacaq naqruzkada getməyə. Maşın zəifləyəcək, belə deyək də, sürəti aşağı olacaq, çox əziyyət çəkəcək. Görürsünüz, bu hal-hazırda 2 dənə batareykadır. İndi bunu oturub qazı basıb tərpənsəm yerindən sürətlə yersəm, birinci bu motora ziyandır, motor naqruzkada işləyəcək. İkinci, benzin çox işlədəcək. İndi siz də dayanmışsınız, istəyirsiniz ki, bu bir 3-4 dənə qalxsın ki, siz rahat şəkildə sürə biləcəksiniz, sürə biləsiniz də maşını. Sizə bunu qalxmaq lazımdır. Demək, bu batareykanı doldurmağı, dayandığı yerdə doldurmağı necə eləyirlər? Mən sizə başa salacağım. Demək, sol ayağınızı basırsınız tormuza, atırsınız D-yə. Gördünüz, motor keçdi D-yə. Ayağınızı tormuzda saxlayın. Sonra həmin vaxtı elə saxlamışsınız da. Eyni vaxtı da D-dədir maşın. Korobka D-dədir. Qazı basırsınız. Görürsünüz, qazı basırsınız. Bax, D-dədir. Sol ayağımdan tormuz basmışam. Sağ ayağımdan da qazı basmışam. Görürsünüz, maşın xodlanır. Sistem elə başa düşür ki, maşın gedir. Eyni zamanda da batareykanı doldurur. Yəni, bu da böyük bir vaxt çəkmir, çox qısa bir vaxt çəkir. 20 kuzada bu belə eləmək lazım. Çünki siz maşını belə sürəndə maşın naqruzkada gedir, yağ yeməyi çox olur, benzini 2 qat işlədir. Yəni, standart saxlayırsınız belə, yüngül qazı basırsınız, görürsünüz 4 dənə şkalı oldu. Siz bunu polunu doldura bilərsiniz. Görürsünüz, dayanmış, maşın dayanıb. Heç bir yerə hərəkət eləmirəm. Görürsünüz, batareyka doldu, dolandan sonra da onsuz da dolandan sonra hibriddə yenə keçməyəcək, elə motorda işləyəcək. Həmin vaxtı mən maşını tərpədirəm. Görürsünüz, standart həmin vaxtı başlayır maşın getməyə. Yəni bunu bir dənə və ya 2 dənə batareyka şkala qalanda çalışın maşını elə sürməyin. O sizə çox zülüm, əziyyət verəcək. Ondan əlavə motor naqruzkada işləməyə başlayanda benzində çox işləyir. Yağ yeyən motorlar da başlayır yağı çox yeməyə. Yəni siz belə eləyin. Məsələn, çox vaxtı şəhər içində, məhəllə içində, hardasa rayonda da adamlar vardı. Yavaş sürür, çağı tutur ya biz